Bəli, dünyanın ən tənbəl insanı mən ola bilərəm. Çünki bu videonu 1 il əvvəl çəkmişəm və indi paylaşıram. O arxada gördüyünüz cübbuş artıq böyüyüb, gəzir, qaçır, danışmağa çalışır. Maması 1 ilin içində, amma bir videonu editləyib, səsləndirib paylaşa bilmir. Nəysə, özüm tənbəl olsam da, oğlum gördüyünüz kimi çox qoçaqdır. Burada da sağ olsun imkan vermir. Ara bir əlimlə yelləyirəm, amma sonra yerə qoyuram. Bir ayağım ancaq onu yelləyir. O birisi ayağımla ayaq üstə durmağa çalışıram. 2 əlimlə də yemək bişirməyə çalışıram. Keçək yeməyə. Yalancı düşbərə deyim, pilimenik deyim, nə deyim bilmədim. Hər şeyi çox sadə şəkildə hazırladığım üçün çox da elə detay verməyəcəm. Əti, soğanı doğrayıb bir poşetə yığmışdım. Onları çəkdim. Üzərinə çox kiçik bir nanə, cəfəri, şüd, vacib deyil bunlar olsun. Sizdə nə var, ondan istifadə eləyərsiniz. Xəmirinə isə çox kiçik bir yumurtadan istifadə elədim. Biraz su, duz və yaxşıca sərt bir xəmir əldə eləyirəm. Xəmirləri cüt olmaqla kiçik hissələrə ayırdım. Niyə cüt olmaqla? Çünki birini üstünə qoyacağam, ətlərə əlavə eləyəcəm. Sonra digərini yenə üstündən birazcıq çox az bastırıb oxlovla yenə yayıram. Tərs çevirib çırpıram və dondurucuya yığıram. Çünki o birisləri edənə qədər ət suludur deyə xəmiri yumşaldır və sonra suya atıb bişirəndə dağılırlar. Düzdür, mən bir çoxunu dondurucuda saxladım ki, ara bir əlavə eləyib suya bişirərəm. İşləyən və uşaqlı analar üçün çox yaxşı bir variantdır. Yoxsa hər dəfə belə bir vəziyyətə qalıram. Bir ayağım getdi artıq mənim. Ayağım dayanan kimi də ağlamağa başlayır. Öyle. Suyu qaynadıb duz əlavə eləyirəm. Sonra pilimenikləri, o saxtakar düşbərələri atıram ki, bişsinlər. Kənarda da sarımsaq, nanə, quru nanə, birazcıq da qatıq əlavə eləyirəm. Üzərinə də düşbərələrin həlimindən, suyundan əlavə eləyirəm. Biz belə sulu yeməyi çox sevirik, amma quru yemək də olar. Üzərinə yağ dağ eləyib, nanə ilə azcıq ketçup, tomat falan da əlavə eləyə bilərsiniz. İstəyə görədir. Biz belə çox sevirik. Hələ də ki, soyuq qış günlərində içimizi isidir. Sanki bütün xəstəliklərdən bizi qoruyurmuş kimi bir his verir. Gördüyünüz kimi burada sudan əlavə eləyirəm və sonda düşbərələrə əlavə eləyirəm. Dadına da təbii ki, söz ola bilməz. Biz çox bəyəndik, siz də bəyəndinizsə əgər, rəy yazıb fikirlərinizi bildirib dəstək ola bilərsiniz. Təklif və iradlarınızı da bildirə bilərsiniz.